Nəsib Bey, bir Allah şahiddir ki, sizin de hatırınız bize əzizdir. Ben de daha ömrün grubuna doğru gedirəm. Zamanə çətin gəlir. Dərd anlayan yoxdur Mirzəmir. Füzuli necə deyirdi? Fələk zəbun, dus bi pərva, zəmanət çətin. Halal olsun. Mənim dostum Böyük Ağanın oğlunu ayrı cürədə təsəvvür etmirdim. Belə də olmalıydı. Nəsib Bey, Yahya Bey böyük təfəkkür sahibidir. Hem de güzel şairdir. Eləmi? Onda şeirlərindən deyər, qulaq asar. Neçə aydır Böyük Ağa bəylə haqqı salamımız var. Ama onun oğlu ilk dəfədir ki bizə təşrif gətirir. Qardaş oğlu, evlənmişsən? Elə biz de hey deyirik. Evlenmeyi zamanı çatır. Rəhmətli atam deyərdi ki, yaxşı yiyib quşu gözündən, gözəli ürəyindən olur. Özünə bir yar seçər, evlənər. Onda baxıb deyərik ki, bəli, bu kişi tamam kemal bir insan. Nəsib Bey, belki sazı getirsinler he? Yahya Bey hem sazı dillendirer, hem de şiirlerinden diyer. Bu laf yerine düştü. Bağır Bey. Bağır Bey. Bəli, Oradan benim sazımı vereceğim. baş. Yüreğim yaman yuxalıq Mirzə. Qocalıq əl verib, dəxinə şişmək. Şair gözəl deyil. Elə bir dağda daşda ceyran cür qovan, turaç qırqovu kəhlik eləyən, düşmənlərimə aman verməyən Nəsib bəy deyil. Elə baxanda, elə bir ağracım da yoxdur. Görünür, ömrüm ağrıyır. Ömrüm ağrıyır. Nə gözəl sözdür. Düzü, mən birinci dəfədir ki, belə bir söz eşidirəm. Hə, qardaş oğlu, bunu mənim rəhmətli atam deyərdi. Can ağrıyanda sağalır, ömür ağrıyanda isə o məsələ. Hoş geldiniz. Bayaq əbəs yerə demədim ki, gəlişiniz laf yerinə düşdü. Bugün Cavahir xanımla evlənməyimizin 30 ili tamam olur. Özüm də 70'ə gedirəm. Ona görə də qardaş oğlum, bugün sənə arvad uşaqla bir yerdə qulaq asacağıq. Mirzəmir də özgəsi deyil, özümüzünküdür. Necə deyərlər, dostumun dostu mənim də dostumdur. Cavahir xanım, Cavahir xanım, Gəlirəm bəy. oradan hamını səslə gəlsin. Ağabey, sən Allah səs-küyə salma. Kimi çağıracam? Eldən ayıbdır. Sonra deyərlər ki, Nəsib bəy ilişki təzədən vurub başına. Cavahir xanım, heç bilirsən bu tərlan kimin tərlanıdır? Dəllər Cırdaxandan mənim dostum Böyük Ağa bəyin oğludur. Mən görəndə sütün bir oğlan idi. İndi maşallah gör necə də böyüyüb. Oy, Allah saxlasın. Xoş gördük ay oğul. Xoş gördük. O tərəflərdə necə? Salamatlıqdırmı? Ruslar daha atmırlar ki. Oğlum, atan anan necədir? Bizim salam və ehtiramımızı onlara çatdırarsın. Eşitdim ki, Yahya bəy həm də gözəl şair. İndi şeirlərindən deyər, biz də onu dinləyərik. Boyun uca, belin incə, üzün gül. Lətafəti sən cananda görmüşəm. Nə gülüstan irəmdə,
Nə Şahbəridə, nə mələkdə, nə insanda görmüşəm. Dilgəm əmsələbin tez gələr cana. Eşqinin yolunda mənəm pərvanə. Görsələr alimlər, olar divanə. O xal ki mən Zənəxdanda görmüşəm. Ya kardeş oğlu, bu Dilgam'ın şeiri oldu. Biz danıştık ki sen öz şiirlerini diyor. Nəsib bəy, Dilgəm Yəhya bəyin təxəllüsüdür. Atının adıdır. Ağabey, əbəs yerə deməyiblər ki, at muraddır. Allah muradını versin ay oğul. Şeirin də gözəldir. Yolun biz tərəflərə düşsə, bil ki, əziz qonağımızsan. Həm dostum. Əlbəttə evdə kişi olanda qapını döyərlər. Kardeş oğlu, unutma ki Yahya da benim kardeş kadar hürmet beslediğim Böyük Ağa bəyin oğludur. Bu evin namusu gayreti hem de onun namusu gayretidir. Nəsib bəy, sizin evdə bizə çox xoş oldu. Əgər icazə versəydin, tərpənərdik. Yəhya bəydən də nigarandılar. Sizi yoldan saklamayacağım. Belki bir keşliyotu damlasınlar ha. Sonra yola düzeler. Çox sağ olun. Mən su içərdim. Yahya Bey'e su getir. Ağır Bey, sen de konaklarımızın yoluna azıqa koydun. Əziyyət çəkməsinlər. Ne eziyetimiz ya? Yolunuz uzaktır. Geldiniz ruhumuz təzələndi. Ağıl kemalımıza gitti. Təşəkkür, çox sağ olun. Nə gözəl candır. Öz canımdır. Camın özündən, özün də camından gözəlsin. Allah amanında oğul. Şəmşəddil elində, Tovuz çayında gözüm bugün bir dildara düşübdü. İki çeşmi cadı canım afəti, elə bir mehri rüxsarə düşübdü. Ceyranlar gəzərdi çöl bərəsində, sona məskənində, göl bərəsində. Əfşan olan könlüm, tel bərəsində, laçın könlüm, xub şikara düşübdü. Anan gözlerine kurban olsun ay oğul. Hiç senden gözüm su içmir. Yoksa yolda izlenese bir şey baş verip valla niye keyfin yoktu ha? Dillensene, diline kurban olun. Ana, Can, yadında mı o ceyran əhvalatı? hansı ceyran ay bala? Bir ceyran ki, gül qırağında gəlib saçlarımı imsiləmişdi. He, yadıma düştü. Sonra da Tovuza tərəf çıxıb getmişdi. Gedib o ceylanı tapdım ana. Anan sana kurban olsun ay bala. Harda gördün, harda tapdın ay oğul? Nəsib bəyin ocağında. Gözləri can alır. Kipriyi yoxdur. Heç belə gözəldən aləmdə yoxdur. Anan kurban boyu. Gördüm, könlüm coşdu. Gözlərim axdı. Can qurban edərəm. Belə gözələ. Anan sana kurban ay oğul. Ana gördün. Sana demiştim mi dadaşının sevgilisi. Beni kovuzdan Ay olacak. kız. Sonra da deyirsiniz ki Kumru
heç nə bilmir, qumru heç nə qanmır. Yox. Şəmşəddil elində, əsrik sayında Mahi Cəbat elli bir gözəl gördüm. Gözəllikdə, lətafətdə, zəmində o gözəl qaşları bir zaval gördüm. Can bala, anan sənə qurban olsun. Oğlum, heç özünü üzmə. Özün bilirsən də biz hamımız sənin xoşbəxtliyini istəyirik. Nəsib bəy də, Cəvahir xanım da gör neçə illik ürək dostumuzdur. Ay bala, dar gündə hər zaman bir-birimizə dayaq olmuşuq. Bir də ki, ay oğul, əsli hu deyərlər. Belə ata-ananın övladları da pis olmaz. Sən səbirli ol. Səbirli ol ki, görək bunu atana necə çatdırırıq. Elə bilirsiniz ki, atanızı yola gətirmək asandır. Tərs damarı tutdu ha. Aləm yığışsa öz dediyindən dönmür ki, dönmür. Ana, Can. axı bu cürək məsələsidir. Sən elə güman edirsən ki, atam Yəhyanın qəlbini sındıra bilər. O közü dönə-dönə deyib ki, Yəhyanın qəlbi şair qəlbidir. İncə, zərif. Ay bala, burada təkcə ağılla yox, həm də hər tərəfli fikirləşmək lazımdır. Bu ürək könül sevdasıdır qızım. Allah eləməmiş olmadı elə, oldu belə. Xanım, Hə? ağam gəlir. Hə? Siz keçin uşaqlar, qoy gəlsin. İstəməyim, ay istəməyim. Hə, Səsin gəlmir. buradayam ay kişi, buradayam. Əşi gözləməkdən gözümüzün kökü saraldı ya, harda qaldı? Qışlaqlara getmişdim. Xəbər göndəriblər ki, ötən qış bərk yağarlıq olduğundan bu yaz külün sel suyu bol olacaq. Çobanlara baş çəkdim ki, ehtiyatı əldən verməsinlər. Sel gəlib sürüləri aparar. Gəl. Ay oğul, yaman yaran qalmışdı. Səfəriniz uzun çəkdi. Şükürlər olsun ki, sağ-salamat qayıtdınız. Çox şükür. Bəs Mirzəmir necə? Ha, Mirzəmir öz evlərinə doğru buruldu. Biz ondan sabah görüşəcəyik. İnşallah. Yeri gəlmişkən atımız Mirzənin yaman xoşuna gəldi. Yox, əşi. Hala beləsini görməmişdim. Doğrudan bir də mən sabah evdə olmaram, gedəsi yerim var. Mirzə atı kimlə göndərsə, o adamdan da geri qaytarır. Deyərsən ki, elə atın yüzü qurban olsun Mirzəmirə. Aha! Gəncədən komendantın adamları yenə gəldilər. Boşun gələn uruslardır. Deyirlər məktub var. Dəvət elə gəlsinlər. Alsın da Gəl. onlardan xeyir gəl. Gəl bala, gəl biz gedək. Hörmətli böyük ağa bəyə salam olsun. Olsun. Yenə sizdən nə əcəb? Hörmətli böyük ağa bəy, sizə Gəncə dairəsi komendantından məktub var. Əmr olunub ki, biz onu sizə çatdıraq. Nə məktubdur? Oxuyun. Hörmətli və səxavətli Böyük Ağa bəy, Dəllər Cirdaxanlıya. Cənab Böyük Ağa bəy, bu ilin yaz aylarında imperiyanın derinliklərindən yola düzəlmiş Duxaverilərin bir hissəsinin köçü artıq Qafqaza, Yelizapetapol dairəsinə yaxınlaşmaqdadır. Ümidvarıq ki, onlar Tanrının və imperatorumuzun himayəsi altında tezliklə Şamçil arazisinə daxil olacaqdır. Əvvəlcədən məlumatlandırdığımız kimi, onların müəyyən hissəsi sizə məxsus Pirlaçın torpaqlarında məşğullaşacaqlar. Köç nəzərdə tutulan yerə çatarkən, onlara lazımi köməklik göstərmənizə və heç bir müqavimət göstərməyəcəyinizə bəri başdan eminliyimizi bildiririk. Vattaq, Cənab bu qədər. Əgər xatirinizdədirsə, mən keçən dəfə sizə ərz eləmişdim ki, bu torpaqlar mənim deyil, xalqımın, millətimin torpağıdır və heç bir bağışlamadan, satdıqdan söhbət edə bilməz. Böyük Ağa bəy, bu Amma bilirəm ki, yuxarıların əmri də
müzakirə olunmur. Əgər müzakirə edəsi olsaq, gərək topa tüfəngəl ataq. O da ki bizdə yoxdur. Bir də ki biz cəngi cidadan cana doymuş insanlarıq. O torpaqlar, o da siz. Cənab Böyük Ağa bəy, biz bu məsələdən narahatlığımızı gizlətmirik. Gizlətmirik. Bizim millət qaynar millətdir. Birdən. Nə birdən? Birdən qutardı. Biz sizi başa düşürük. Başa düşürük. Siz məni başa düşə bilərsiniz. Amma mənim ağrılarımı, acılarımı, nefrətimi başa düşə bilməzsiniz. Özünüzü aldadırsınız yoxsa məni? Cənab Böyük Ağa bəy, icazənizlə biz gedək. Biz gedək. Ədə Musa, Bəli ağa. zabitləri yola sal. Başla ağa, gəlin. Salamat qalın bəy. Biz gedək. Ay böyük. Xeyrola. Bunlar yenə niyə gəlmişdilər? Qırmızı alma gətirmişdilər. İmperator deyir ki, Böyük ağa, torpaqlarımın bir hissəsini ver. Mən də deyirəm ki, verirəm. Deyir, ya, belə vermə Böyük ağa torpaqlarını. Surda balabanla ver Böyük ağa torpaqlarını deyir. Ayrı bir əlacımız qalırmı ki yəni? Əlbəttə qalır. Biri var elabada görsün ki, Cəvat xanın gücü çatmayan Urusun əskərinə, topuna Böyük ağanın da gücü çatmadı. Bir də var görsünlər ki, Böyük ağa torpaqlarını zurna balabanla qurban kəsə-kəsə verir. Allah bu mərdməzərlərin cəzasını versin. Səhərdən dilinə bir udum su da dəyməyib, ay böyük. Sən əlizini yox, biraz dincən. Səndən yaman yaranıq, ay böyük. Allah eləməmiş, azar-bezar taparsan. Azar-bezar sağalır. Amma yaralar sağalmır. Bunlar məni yaralayırlar bəyim. Görüm elə onların ürəyi yaralansın. Bilirsən nə olur? Yenə nə olub mənim şeytan qızım? Bəyim, Bəli. sözlü adam axşıyorsunuz. Hə, elədir. Ay böyük. Bilirsən böyük. Bizim Yəhya Şəmşədildən vurulub qayıdıb. Başa düşmə. Qorxub eləmə. Xeyir də ay böyük. Böyük. Yadındadır bir dəfə Tiflisdən qaydanda Nəsib bəyin qonağı oldu. Nəsib bəyin o balaca belə şeytan qızı vardı ha, telli. Sən demə, bu telli böyüyüb, əməlli başlı bir xanım olubdu. Bilirsən, bizim Yəhyada o tellini görən kimi bir könüldən min könülə aşiq olur. Demək istəyirsiniz ki, Yəhya ilə Telli evlənmək istəyir? Hə, böyük, hə, onu demək istəyirəm, hə. Lap onu deyirik. Məsələ bir qədər mürəkkəbləşdi. İş ayata. Heç elə deyincə olma, ay böyük. Nə olub, Allaha şükür, uşaqlarımız böyüyüb boya başa çatıblar. Ev eşik olmaq vaxtları da yetişibdir. Ay böyük, indi də sevməyib, bəs nə vaxt sevəcəklər, hə? Ay böyük. Arvad, Buyur. sənə bir sir açmaq istəyirəm. Hə? Bilmirəm bunu deyim ya deməyim. De, ay böyük, de. Niyə demirsən, De qoy ürəyində qalınca aramızda qalsın. Hə? Onda əyləş.
son vaxtlar Hə. Nəsib bəy də, onun ailəsi də tez-tez yuxuma geçdilər. Hə. Birdən mənə agah oldu ki, bəs bizim uşağın da evlənmək vaxtı gəlib yetişib. Sən də ki, hər gün Yəhya evlənmədi deyib, qayğılı söz açırsan. Ay böyük. Mən də fikirləşdim ki, ay dili qafil, kimin qapısını döyək? Kimin övladını ocağımızın başına gətirib övladımıza ömürgün yoldaş edir? Elə bil ki, Tanrı özü Nəsib bəy və onun qızını mənim yadıma salmaq üçün yuxularıma işıq tutdu. Bəs sən heç fikirləşmədin ki, niyə bəs mən birdən-birə Yəhya ilə Mirzəni tələm-tələsi Toğuza göndərmək qərarına gəldim. Ay sənin işin olsun ay kişi. Mən hələ səni yaxşı tanımamışam. Demək sənin belə əməllərin də varmış, hə? Qərarı aldım ki, bunu nə sənə bildirəcəm, nə də Yəhya. Fikirləşdim ki, birdən baş tutmaz. Sənə bir ana kimi, Yəhya da bir könül sahibi kimi asan başa gəlməz. Madam ki belədir, arzudan əmələ keçməyin vaxtı yetişib. Ay böyük, gəlsənə çadramı salın başıma, üst tutum düz Nəsib bəyin ocağına. Hə? Yox, tələsmə. Mənim Yəhya deməyim yaxşı deyil. Sən Yəhya başa salarsan ki, belə məsələdə tez qərar vermək olmaz. Bəli, atı sürsün Şəmşədilə, geçsin Nəsib bəyin ailəsindən, qohumundan, qonşusundan, kimə gümanı çatırsa ondan, qızı bir də soruşsun. Bəlkə qızın könlü başqa birisinin könlüdür. Bəlkə elə qız başqasını sevir. Hər halda öyrənmək lazımdır. Bir də ki, Nəsib bəylə mən bu dünyanı tutub duran deyilik ki, Yəhya ilə Teli illər sürəcəklər. Bu ömür sevdasıdır. Belə məsələdə tələm-tələsik qərar verməzlər. Könül sevən gözəldə eyib olmaz deyiblər, ay kişi. Mən hiss eləyirəm ki, Yəhya da o qızda heç bir eyib filan görmür. Yəhya deyir ki, olsa tellidir, olmasa evlənməyəcəm vəssalam. Bəs onda biz kimik? Hə, biz ata-anayıq. Qabağa düşək, elçi gedək, xeyir dualarını alaq, toylarını eləyək. Allah xoşbəxt eləsin deyək. Tanrı özü talilərin versin. Mən də yazğam ay böyük. Nə böyük? Ay sağ ol ey böyük, sağ ol. Qaşların aşiqə nəzakət eylər. Gözlərin can alar, qiyamət